İndi sizə bir Azərbaycan filmindən qısa fraqment göstərəcəm. Onun yaxını, qohumu, sevgilisi var. Ağzınızdan südü gelir. Durun, cehennem olun buradan. Daim hörmətini saxladığımız böyük qardaşımız. Tanış ol. Xan Marleone. Azərbaycan filmi olmasına baxmayaraq bu filmi yəqin ki siz də tanımadınız. O film haqqında danışacağım. İndi həm kinosevərlərin, həm də mütəxəssisləri maraqlandıran qatı bir sual var. Nəyə görə keçmişdə bizim Cəbiş müəllim, Nəsimi, Babək, 7 oğul istənən kimi klassiklərdən sonra indikilər nəyə görə eyni təsiri bağışlaya bilmir? İndiki dövrdə isə kino həm də biznesdir. Rejissorlar ya dövlətin məhdud sayda olan büdcəsinə, ya da kommersiya maraqları olan investorlara bağlıdırlar. Təbii olaraq bu da tez gəlir gətirən bayağı komediyaların çəkilməsinə səbəb olur. SSR dövründə kinolar tamamilə dövlət tərəfindən maliyyələşdirilirdi. Bu isə yüksək səviyyədə büdcə demək idi. Və təbii olaraq investorlar da qazancı düşünmürdülər. Onun yerinə əsas məqsədləri keyfiyyətli sənət nümunəsini ortaya qoymaq idi. Klassik filmlərimizin uğurunun sirri möhkəm ədəbi bünövrə idi. İsa Hüseynov, İsmail Şıxlı və anar kimyacıların qələmindən çıxan ssenarilər möhkəm xarakterə və fəlsəfəyə malik idi. İndiki dövrdə kinonun əsas problemi də elə ssenaridir. Hadisələr qıraqda qalır, personajlar isə tamaşaçı ilə emosional bağlantı qura bilmirlər. Amma ümidimizi itirməyə dəyməz. Şəkildə gördüyünüz şəxsin adı Emil Quliyevdir. Emil Quliyev müasir Azərbaycan film kino industriyasının dayağıdır. Problem də bundan ibarətdir ki, Emil Quliyev bir gün çıxıb desə ki, mən Azərbaycandan gedirəm və öz fəaliyyətimə başqa ölkədə davam edəcəm, Azərbaycan film kino industriyası çox şey itirəcək. Çünki tarixlər 2022-ci ili göstərəndə Emil Quliyev olduqca keyfiyyətli işlər ortaya çıxarır. 2 sezondan ibarət serial çəkir. Yaxşı, bəs bu seriallar nə qədər uğurlu bir serialdır? Birinci sezon çəkilən Körpü serialının IMDb qiyməti 8.1, ikinci sezon çəkilən Körpünün o tayı serialının IMDb qiyməti isə 9.2-dir. Qarşılaşdıra bilməyiniz üçün belə deyim, dünyanın ən yaxşı filmlərindən biri sayılan Shawshank Redemption filminin IMDb qiyməti 9.3-dür. Emil Quliyevin çəkdiyi seriallar Alatava, Əqrəb mövsümü, Tilov, Bölmə, 8 kimi seriallar çox uğurlu alındı və yüksək IMDb reytinginə malikdirlər. İlk başda göstərdiyim Azərbaycan filmini isə Elmar Bayramov çəkib. Görünən o ki, Emil Quliyevə nəzərən Elmar Bayramov Azərbaycan film kino industriyasında öz ümidini itirib və həmin filmlərin davamını gətirməyib. Və bu cür action janrında olan filmləri çəkməyə davam etməyib.